القواعد الأربع لإمام الدعوة الشيخ محمد بن عبد الوهاب بن سليمان التميمي رحمه الله، محققة على 9 نسخ، منها نسخ كتبت قريبا من وفاة المصنف، وأخر بخطوط بعض علماء الدعوة. تحقيق فضيلة الشيخ الدكتور عبد المحسن بن محمد القاسم. بسم الله الرحمن الرحيم. الحمد لله رب العالمين، والصلاة والسلام على نبينا محمد وعلى آله وأصحابه أجمعين. أما بعد. Esselamu Aleyküm ve Rahmetullahi ve Berekatuhu. Dəvət imamı Şeyx Muhammed ibn Abdülvahhab ibn Süleyman Ət-Təmiminin, Allah ona rəhm etsin, 4 qayda adlı əsəri. Əsərin bu çapı 9 əlyazmaya əsaslanaraq tədqiq olunub. Bu əlyazmaların bəziləri müəllifin vəfatına yaxın bir dövrdə, digərləri isə bəzi dəvət imamlarının xətti ilə yazılmışdır. Bu çap fəzilətli Şeyx Doktor Abdülmuhsin ibn Muhammed Əl-Qasimin tədqiqi ilədir. Əvvəlcə ərəb dilində, sonra isə Azərbaycan dilində tərcüməsi səslənəcək. Bismillahirrahmanirrahim. Əsəlullahəl kərim, Rabbel arşil azim, أن يتولاك في الدنيا والآخرة، وأن يجعلك مباركا أينما كنت، وأن يجعلك ممن إذا أعطي شكر، وإذا ابتلي صبر، وإذا أذنب استغفر، فإن هؤلاء الثلاث عنوان السعادة. Mərhəmətli və rəhimli Allahın adı ilə. Kərim Allahdan, əzəmətli ərşin Rəbbindən istəyirəm ki, səni dünya və axirətdə özünə dost tutsun. Harada olursan ol, səni bərəkətli etsin və səni nemət veriləndə şükr edən, müsibət gələndə səbr edən, günah işlədəndə bağışlanma diləyənlərdən etsin. Həqiqətən də bu 3 xislət saadətin ünvanıdır. İ'ləm ərşədəkəllahu li ta'atihi ennəl hənifiyyə millətə İbrahimə ən tə'budallaha vəhdəhu muxlisan ləhud-din və bidəlikə əmərəllahu cəmi'ən nəs وخلقهم لها كما قال تعالى وما خلقت الجن والإنس إلا ليعبدون. Allah səni öz itayətinə yönətsin. Bil ki, İbrahimin dini olan həniflik tək Allaha ixlasla və dini yalnız ona aid edərək ibadət etməyindir. Uca Allah bütün insanlara belə etməklərini əmr etmiş və onları bunun üçün yaratmışdır. Necə ki, Uca Allah buyurur, mən cinləri və insanları yalnız mənə ibadət etsinlər deyə yarattım. فإذا عرفت أن الله خلقك لعبادته فاعلم أن العبادة لا تسمى عبادة إلا مع التوحيد كما أن الصلاة لا تسمى صلاة إلا مع الطهارة. Sən bildikdən sonra ki, Allah səni yalnız özünə ibadət etmək üçün yaradıb, bil, ibadət yalnız tövhid ilə birlikdə olduqda ibadət adlanır, qəbul olunur. Necə ki, namaz yalnız təharət ilə birlikdə olduqda namaz adlanır. فإذا دخل الشرك في العبادة فسدت كالحدث إذا دخل في الطهارة كما قال تعالى ما كان للمشركين أن يعمروا مساجد الله شاهدين على أنفسهم بالكفر أولئك حبطت أعمالهم وفي النار هم خالدون. Təharətə hədəs daxil olduqda onu batil etdiyi kimi, ibadətə də şirk daxil olduqda onu fəsada uğradır, batil edir. Necə ki, Uca Allah buyurur, müşriklər etdikləri küfrə şahid olduqları halda onlara Allahın məscidlərini abadlaşdırmaq yaramaz. Onların əməlləri puça çıxmışdır. Onlar odda əbədi qalacaqlar. فإذا عرفت أن الشرك إذا خالط العبادة أفسدها وأحبط العمل وصار صاحبه من الخالدين في النار عرفت أن أهم ما عليك معرفة ذلك لعل الله أن يخلصك من هذه الشبكة وهي الشرك بالله. Bildinsə ki, şirk ibadətə qarışanda onu batil edir, əməli heçə çıxarır və əməl sahibini də əbədi cəhənnəmlik edir. O zaman anlayarsan ki, sənin üçün ən vacib məsələ şirkin nə olduğunu öyrənməkdir. Bunun sayəsində Allah səni Allaha şərik qoşmaq tələsindən xilas edər.
وذلك بمعرفة 4 قواعد ذكرها الله تعالى في كتابه. Bu isə Uca Allahın öz kitabında zikr etdiyi 4 qaydanı bilməklə hasil olur. القاعدة الأولى أن تعلم أن الكفار الذين قاتلهم رسول الله صلى الله عليه وسلم مقرون أن الله هو الخالق الرازق المحيي المميت المدبر لجميع الأمور ولم يدخلهم ذلك في الإسلام. Birinci qayda. Bilmək ki, Peyğəmbərin, ona Allahın salavatı və salamı olsun, döyüşdüyü kafirlər etiraf edirdilər ki, yaradan da, ruzi verən də, dirildən də, öldürən də, bütün işləri yoluna qoyan Uca Allahdır. Lakin bu onları İslam'a daxil etmədi. والدليل قوله تعالى قل من يرزقكم من السماء والأرض أم من يملك السمع والأبصار ومن يخرج الحي من الميت ويخرج الميت من الحي ومن يدبر الأمر فسيقولون الله فقل أفلا تتقون. Dəlil Uca Allahın bu kəlamıdır. De, sizə göydən və yerdən ruzi verən kimdir? Qulaqlara və gözlərə hakim olan kimdir? Ölüdən diri çıxaran, diridən də ölü çıxaran kimdir? İşləri yoluna qoyan kimdir? Onlar deyəcəklər, Allah. De, bəs belə olduğu halda Allahdan qorxmursunuz. القاعدة الثانية أنهم يقولون ما دعوناهم وتوجهنا إليهم إلا لطلب القربة والشفاعة فدليل القربة قوله تعالى والذين اتخذوا من دونه أولياء ما نعبدهم إلا ليقربونا إلى الله زلفى إن الله يحكم بينهم فيما هم فيه يختلفون إن الله لا يهدي من هو كاذب كفار. İkinci qayda. Onlar deyirlər, biz dua etdiklərimizə yalnız Allaha yaxınlaşmaq və onlardan şəfaət ummaq üçün dua edib onlara yönəldik. Yaxınlaşmağa dəlil Uca Allahın bu kəlamıdır. Allaha qoyub başqalarını özlərinə dost tutanlar, biz onlara ancaq bizi Allaha daha çox yaxınlaşdırsınlar deyə ibadət edirik deyirlər. Əlbəttə ki, Allah ziddiyyətə düşdükləri şeylər barəsində onların arasında özü hökm verəcəkdir. Şübhəsiz ki, Allah yalançı və kafirləri doğru yola yönətməz. ودليل الشفاعة قوله تعالى ويعبدون من دون الله ما لا يضرهم ولا ينفعهم ويقولون هؤلاء شفعاؤنا عند الله قل أتنبئون الله بما لا يعلم في السماوات ولا في الأرض سبحانه وتعالى عما يشركون. Şəfaətin dəlili Uca Allahın bu kəlamıdır. Onlar Allahı qoyub özlərinə nə bir zərər, nə bir fayda verə bilənlərə ibadət edir və onlar Allah yanında bizim şəfaətçilərimizdir deyirlər. De, Allaha göylərdə və yerdə bilmədiyi bir şeyi mi xəbər verirsiniz? Allah onların qoşduqları şəriklərdən uzaqdır və ucadır. والشفاعة شفاعتان شفاعة منفية وشفاعة مثبتة فالشفاعة المنفية ما كانت تطلب من غير الله فيما لا يقدر عليه إلا الله والدليل قوله تعالى يا أيها الذين آمنوا أنفقوا مما رزقناكم من قبل أن يأتي يوم لا بيع فيه ولا خلة ولا شفاعة والكافرون هم الظالمون. Şəfaət iki növdür. Qadağan olunan və icazə verilən şəfaət. Qadağan olunan şəfaət yalnız Allahın qadir olduğu şeyləri Allahdan başqasından istəməkdir. Dəlil Uca Allahın bu kəlamıdır. Ey iman gətirənlər! Alış-verişin, dostluğun və şəfaətin olmayacağı gün gəlməmişdən öncə sizə verdiyimiz ruzidən Allah yolunda xərcləyin. Kafirlər əsl zalimlardır. والشفاعة المثبتة هي التي تطلب من الله والشافع مكرم بالشفاعة والمشفوع له من رضي الله قوله وعمله بعد الإذن كما قال تعالى
من ذا الذي يشفع عنده إلا بإذنه. İcazə verilən şəfaət isə Allahdan istənilən şəfaətdir. Şəfaət edən, şəfaəti etməklə Allah qatında şərəfləndirilmişdir. Allahın şəfaət edilməyə icazə verdiyi kəs isə sözündən və əməlindən razı qaldığı bir şəxsdir. Necə ki, Uca Allah buyurur, onun izni olmadan onun yanında kim şəfaət edə bilər? القاعدة الثالثة أن النبي صلى الله عليه وسلم ظهر على أناس متفرقين في عباداتهم، منهم من يعبد الشمس والقمر، ومنهم من يعبد الملائكة، ومنهم من يعبد الأنبياء والصالحين، ومنهم من يعبد الأشجار والأحجار. Üçüncü qayda, Peyğəmbər, ona Allahın salavatı və salamı olsun, göndərildiyi zaman insanlar fərqli şeylərə ibadət edirdilər. Onların bəziləri günəşə və aya, bəziləri mələklərə, bəziləri peyğəmbərlərə və salihlərə və bəziləri də daşlara və ağaclara ibadət edirdilər. وقاتلهم رسول الله صلى الله عليه وسلم ولم يفرق بينهم، والدليل قوله تعالى: وقاتلوهم حتى لا تكون فتنة ويكون الدين كله لله. Peyğəmbər, ona Allahın salavatı və salamı olsun, onların arasında heç bir fərq qoymadan onlarla vuruşdu. Və dəlil Uca Allahın bu kəlamıdır. Fitnə aradan qalxana qədər və din tamamilə yalnız Allaha aid edilənədək onlarla vuruşun. فدليل الشمس والقمر قوله تعالى: ومن آياته الليل والنهار والشمس والقمر لا تسجدوا للشمس ولا للقمر واسجدوا لله الذي خلقهن إن كنتم إياه تعبدون. Günəşə və aya ibadət etdiklərinə dəlil Uca Allahın bu kəlamıdır. Gecə və gündüz, günəş və ay onun dəlillərindəndir. Əgər siz yalnız ona ibadət edirsinizsə, onda günəşə və aya səcdə etməyin. Onları yaradana Allaha səcdə edin. ودليل الملائكة قوله تعالى: ويوم يحشرهم جميعا ثم يقول للملائكة أهؤلاء إياكم كانوا يعبدون قالوا سبحانك أنت ولينا من دونهم بل كانوا يعبدون الجن أكثرهم بهم مؤمنون. Mələklərə ibadət etdiklərinə dəlil Uca Allahın bu kəlamıdır. O gün Allah onların hamısını toplayacaq, sonra da mələklərə buyuracaq: bunlar sizə ibadət edirdilər. Mələklər deyəcəklər: sən paksan, müqəddəssən. Onlar deyil, sənsən bizim hamimiz. Xeyr, onlar cinlərə ibadət edirdilər. Əksəriyyəti də məhz onlara iman gətirmişdi. ودليل الأنبياء قوله تعالى: وإذ قال الله يا عيسى ابن مريم أأنت قلت للناس اتخذوني وأمي إلهين من دون الله قال سبحانك ما يكون لي أن أقول ما ليس لي بحق. Peyğəmbərlərə ibadət etdiklərinə dəlil Uca Allahın bu kəlamıdır. Allah deyəcəkdir: ey Məryəm oğlu İsa, sən mi insanlara Allaha qoyub məni və anamı iki məbud qəbul edin demişdin? İsa deyəcək: sən pak və müqəddəssən, haqqım olmayan bir şeyi demək mənə yaraşmaz. ودليل الصالحين قوله تعالى: قل ادعوا الذين زعمتم من دونه فلا يملكون كشف الضر عنكم ولا تحويلا أولئك الذين يدعون يبتغون إلى ربهم الوسيلة أيهم أقرب ويرجون رحمته ويخافون عذابه إن عذاب ربك كان محذورا. Salihlərə ibadət etmələrinə dəlil Uca Allahın bu kəlamıdır. De, Allahdan başqa məbud saydıqlarınızı çağırın. Onlar bəlanı sizdən nə uzaqlaşdırmağa, nə də onu başqasına yönətməyə qadir deyirlər. Onların yalvardıqları məbudların özləri də Rəbbinə hansı daha yaxın olacaq deyə vəsilə axtarırlar. Onun rəhmətini umurlar,
əzabından qorxurlar. Həqiqətən də Rəbbinin əzabı qorxub çəkiniləcək bir əzabdır. ودليل الأشجار والأحجار قوله تعالى أفرأيتم اللات والعزى ومناة الثالثة الأخرى وحديث أبي واقد الليثي رضي الله عنه أنه قال خرجنا مع رسول الله صلى الله عليه وسلم إلى حنين ونحن حدثاء عهد بكفر وللمشركين سدرة يعكفون عندها وينوطون بها أسلحتهم يقال لها ذات أنواط. Ağaclara və daşlara ibadət etməklərinə dəlil Uca Allahın bu kəlamıdır. Siz tapındığınız Lat və Uzzanı gördünüzmü? Həmçinin üçüncü olan Mənatı da. Əbu Vaqid Əl-Leythi, Allah ondan razı olsun, rəvayət edir ki, Peyğəmbərlə, ona Allahın salavatı və salamı olsun, bərabər Huneyn adlanan yerə çıxdıq. Həmin vaxt biz İslamda yeni idik. O vaxtlar müşriklərin sidr ağacı var idi. Onun yanında bir yerə toplaşır və silahlarını həmin ağacdan asırdılar. Ona Zət-ü Ənvət deyirdilər. فمررنا بسدرة فقلنا يا رسول الله اجعل لنا ذات أنواط كما لهم ذات أنواط فقال رسول الله صلى الله عليه وسلم الله أكبر إنها السنن قلتم والذي نفسي بيده كما قالت بنو إسرائيل لموسى اجعل لنا إلها كما لهم آلهة. Biz də bir sidr ağacının yanından keçdikdə dedik, ey Allahın Rəsulu, onların silah astığı ağacları olduğu kimi bizə də belə bir ağac təyin et. Peyğəmbər, ona Allahın salavatı və salamı olsun, dedi, Allah ən böyükdür, bu sizdən əvvəlkilərin yoludur. Nəfsim əlində olana and olsun ki, İsrail oğullarının Musaya dediyini siz mənə dediniz. Onların ilahları olduğu kimi bizə də bir ilah düzət. القاعدة الرابعة أن مشركي زماننا أغلظوا شركا من الأولين لأن الأولين يشركون في الرخاء ويخلصون في الشدة ومشركو زماننا شركهم دائم في الرخاء والشدة. Dördüncü qayda. Günümüzdə olan müşriklərin şirki əvvəlkilərin şirkindən daha şiddətlidir. Çünki əvvəlkilər rahatlıq halında Allaha şərik qoşurdular. Çətinlik anında isə ixlaslı olurdular. Zamanımızda olan müşriklər isə asanlıqda da, çətinlikdə də şirk qoşurlar. والدليل قوله تعالى فإذا ركبوا في الفلك دعوا الله مخلصين له الدين فلما نجاهم إلى البر إذا هم يشركون. Dəlil Uca Allahın bu kəlamıdır. Onlar gəmiyə mindikləri zaman dini yalnız Allaha məxsus edərək ona yalvarırlar. Allah onları xilas edib quruya çıxaran kimi yenə də ona şərik qoşurlar. والله أعلم. تم بحمد الله.